Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Gün boyu ac və susuz qalmaq bədəninin həzm sistemi üçün istirahət imkanı versə də, bu prosesin sağlam keçməsi düzgün qidalanmadan birbaşa asılıdır. Əks halda halsızlıq, susuzluq və həzm problemləri yarana bilər. Maye balansı. Uzunmüddətli susuzluğa görə iftarla imsak arasında kifayət qədər su içmək vacibdir. Şorba, süd məhsulları, tərəvəz və meyvələr də maye ehtiyacını qarşılamağa kömək edir. Çox duzlu və ağır qidalar isə susuzluğu artırır. Balanslı qidalar. Qida rasionunda kompleks karbohidratlar, protein mənbələri, lifli qidalar olmalıdır. Bu qidalar enerjini sabit saxlayır və toxluq hissəni uzadır. Yüngül seçimlərə üstünlük. Qızartma, çox yağlı, soslu, xəmir və həddindən artıq ədviyyatlı yeməklər mədəni yora bilər. Qaynadılmış, buğda və sobada bişmiş yeməklər məsləhətdir. Qatıq, kefir və ayran həzmin rahat getməsinə şərait yaradır. Düzgün yemək vərdişi. Uzun acılıqdan sonra çox yemək əvəzinə kiçik porsiyalarla yavaş-yavaş və yaxşı çeynəyərək yemək lazımdır. Hərəkət və istirahət. Yeməkdən sonra yüngül gəzinti həzm prosesini dəstəkləyir və ağırlıq hissinin qarşısını alır. Gün ərzində itirilən enerjinin bərpası üçün isə müntəzəm və keyfiyyətli yuxu vacib rol oynayır. Bu qaydalara əməl etdikdə oruc daha rahat keçir. Orqanizm isə özünü daha gümrah, enerjili və yüngül hiss edir.